Uşaqlığımızın Çexski qablarının vətəninə getdim. İstəyən var. Anamın mənə aldığı cehizləri burada satmağı düşünürəm. Yoxladıq, tövsiyə etmirik. Praqada 20 dəqiqəsi 45 evroya olan fayton turu etdik. Amma heç yaxşı yerlərə aparmırdı, elə belə məhəllə arası idi. Bu mənzərə yəqin ki çoxunuza tanış gəlir. Praq yazdığınız zaman çıxan bir yerdir. Bunun üçün Old Town-a yaxın yerləşən Black Angels otelinə gəlirsiniz. Otelin yuxarı mərtəbəsində olan rooftop teras o Prince-ə gedirsiniz. Sosial media bəzən yanıldır. Çünki bura heç şəkillərdə göründüyü kimi deyildi, çox balacaydı. Qiymətlər pis deyil, ancaq şəhərdə daha gözəl yerlərdə şəkillər olar. Deyilənə görə Praqada olan bu körpünün tikintisində yumurtadan istifadə ediblər. Charles körpüsüdür, hətta rəqəmlərin gücünə inandıqları üçün tikilmə tarixi ili bir-birinə uyğunluqdur. Əcaib qorxunc belə əl kuklaları olan yerdə tapdıq, bəzi qohumlarımı xatırlatdı. Burada Old Town-a 3 dəqiqəlik məsafədə yerləşir. Buranın alış-veriş küçəsi isə Wenceslas sayılır və Old Town-a da yaxın yerləşir. Sephorasında çox gözəl hədiyyəliklər var idi. Qiymətlər də bir damcı yüksək idi və çox böyük idi. Gözəl seçimlər də var idi. İlk dəfə belə şəkərin hazırlanmasını görürdüm. Çox gözəl idi. Ümid edirəm ki, videom xoşunuza gəldi.